Göygöl rayonunun Mərkəzi Mədəniyyət Evində Göygöl şəhərinin Azərbaycanın 2013-cü il sənətkarlıq paytaxtı elan edilməsi münasibəti ilə tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyətinin nümayəndələri, mədəniyyət sahəsində çalışan işçilər və rayon ictimaiyyəti nümayəndələri tədbirdə iştirak etmişlər. Göygöl rayon Mədəniyyət Şöbəsinin müdiri Şərqiyə Hümbətova tədbiri açaraq son zamanlarda Azərbaycanın mədəniyyət sahəsində beynəlxalq aləmdə və ölkə daxilində qazandıqları nailiyyətlərdən danışmış və əldə olunan uğurlarda xalq yaradıcılığının xüsusi yeri olduğunu söyləmişdir. Bu imkanlara istinad edərək yeni formalaşmış mədəniyyət haqqında danışmaq və onu təbliğ etmək mümkündür. Son illər ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlər, dünya mədəniyyətlər arası dialoq forumu, mədəni işlə bağlı konferanslar, Azərbaycanda və xaricdə keçirilən tədqiqatlar mədəniyyətimizin sərhədlərini aşaraq bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsinə imkan vermişdir. Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova Göygöl şəhərinin 2013-cü il Azərbaycanın sənətkarlıq paytaxtı siyahısına salınması münasibəti ilə rayon sakinlərini təbrik etmiş və göstərilən etimada görə ölkə rəhbərliyinə rayon sakinləri adından öz səmimi təşəkkürünü bildirmişdir. Kəmalə İbrahimova onu da qeyd etmişdir ki, rayon sakinləri və rəhbərlik bundan sonra da xalq yaradıcılığı nümunələrinin inkişaf etdirilməsində öz səylərini əsirgəməyəcək. Bundan sonra Kəmalə xanım Göygöl şəhərinin 2013-cü il Azərbaycanın sənətkarlıq paytaxtı siyahısına salınması münasibəti ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanını və kubokunu rayon Mədəniyyət Şöbəsinin müdirinə təqdim etmişdir. Hörmətli tədbir iştirakçıları, Göygöl şəhərinin Azərbaycan sənətkarlıq paytaxtı 2013-cü il, yəni siyasətə daxil olması ilə əlaqədar olaraq Göygöl, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı və kuboku sizlərin iştirakınızla Rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Şərqiyə xanıma təqdim edirik. Gördüyünüz kimi kubokun üzərində də yazılmışdır. Göygöl Azərbaycanın sənətkarlıq paytaxtı 2013. Ümidvaram ki, mənimlə kuboku həmişə uşaqlarda saxlayacaq. Tədbirdə iştirak edən nümayəndələr xalq yaradıcılığı nümunələrindən təşkil edilmiş sərgiyə baxış keçirmiş və rayon Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyət göstərən bədii öz fəaliyyət kollektivlərinin təşkil etdiyi konsertə tamaşa etmişlər. Gəncədən gəlir yol, lalədir sağın sol, Gəncədən gəlir yol, lalədir sağın sol, Qolondalı bir qol, Göygöl şəhərimləri, Qolondalı bir qol, Göygöl şəhərimləri, ürəyim çal. Həzin musiqi sədaları altında keçən tədbirin sonunda Şərqiyə Hümbətova belə tədbirin son dərəcədə əhəmiyyətli olduğunu söyləmişdir. Qonaqların, turistlərin qarşısında layiqincə təqdim edəcəyik. Belə tədbirlərin keçirilməsində məqsəd Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, milli folklor ustaları və kollektivlərinin, sənətkarların, milli adət-ənənələrin, eyni zamanda Respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili və xarici turizmin inkişaf etdirilməsidir. İsrafil Səmədoğlu, Babək Hüseynzadə, Kür İnternet Televiziyası üçün Göygöl rayonu.